Bu yaxınlarda iki kitab oxudum ki, onların yanaşması, yazılış tərzi mənim çox diqqətimi çəkdi. Zaten bizneslə, idarə etməklə, dəyişikliklərlə bağlı olan kitabları, yəni biznes ədəbiyyatında daha çox qaydalar, maddələr, qrafiklər, müxtəlif tövsiyələr olaraq oxuyuruq. Amma John Kotter adlı müəllifin bu iki kitabı, əlində tutduğum bu kitablar, bu mövzunu, bu çətin mövzunu, illərlə müzakirə olunan, haqqında çox yazılar yazılan bu mövzunu təmsil janrında bizə çatdırır. Onlardan birində Surikatların dilindən Biz bu işi belə görmürük adlı kitabdır. Digər isə Pingvinlərin dilindən Bizim icebergimiz əriyir adlanır. Bu kitabı oxuduqda həm güləcəksiniz, həm də bir növ öz şirkətinizi də analiz edə biləcəksiniz. Düşünürəm ki, bu kitabları mütləq idarəçilər, CEO-lar, HR-lar və də bir şirkətdə işləyən, bir bizneslə məşğul olan hər kəs tanış olmalıdır. Buna öyrənəcək çox şeyləri var. Əslində həqiqətən də insanın təbiətdən, ətraf aləmdən, heyvanlardan, bitkilərdən öyrənəcəyi çox şey var. Biz bir də bu hekayələr vasitəsilə müəllifin ustalığına şahid oluruq. Kitabın müəllifi John Kotter özü Harvard Biznes Məktəbinin müəllimidir. Çox təcrübəli bir mütəxəssisdir. Və bu kitablarında da bu qəliz mövzunu çox sadə dildə, heyvanların dilində sanki bir hekayə oxuyursan, amma hekayənin sonunda sənin gəldiyin qənaətlər, sənin ağlına düşən o sual şagiləri bizdə də belədir, bizdə də bu səhv addımlar var. Bir beynində yeni sanki yer açılır. O baxımdan mən bu kitabları çox bəyəndim. Deməli, biz bu işi belə görmürük. Şirkətlərin yüksəlişi, tənəzzülü və yenidən yüksəlişi haqqında hekayədir. Bizim icebergimiz əriyirsə, hər şəraitdə dəyiş və uğur qazan. O da siz şirkətinizdə olan hər cür xarakterdəki insanı görəcəksiniz. Amma onlar bu kitablarda ya bir surikatlar, ya da bir pingvindilər. Əminəm ki, çox bəyənəcəksiniz. Bu arada onu qeyd edeyim ki, bizim bu kitablar haqqında danışdığım kitablar Nova adı ilə nəşr olunub. Bu Nova adı ilə nəşr olunub, amma hamımızın yaxşı tanıdığı Strauss nəşriyyatının biznes qoludur. Strauss daha çox bədii ədəbiyyat nəşr edən bir nəşriyyatdır, amma bu dəfə Nova brendi adı ilə belə biznes ədəbiyyatı çap etməyə başlayıb. Ümid edirəm ki, davamı gələr. O digər kitablarda böyük səbirsizliklə gözləyirəm. Hələlik növbəti kitablarda, növbəti videolarda görüşmək ümidi ilə.